arzu edirik ki bundan sonra cəmi şəhid ailələrində, qazi ailələrində və bütün Azərbaycan ailələrində toy olsun və bu toya o gəlsin. Siltuş Çölçəmənli. Selamünaleyküm, hoş gelirsiniz, sefa getirirsiniz. Gelen ayaklarınız var olsun, el çalan elleriniz var olsun, böyle güzel toy şenliklerinden cemi subaylara kısmet olsun bir tuş. Sağla ne tersiniz, bir alkışlarla bildirin göre yaxşısınız mı, keyfiniz efendim. Yok, maşallah, maşallah, maşallah. Allah sizi var eləsin, salamat eləsin. Bugün bizim toyumuzun çok maraklı konakları olacak. İlk növbədə gəlin bu toyun xeyir duasını vermək üçün bəyimizin dədəsini bura dəvət eləyək. Alqışlarınızla bəyin atası. Gəl qardaş. Selamünaleyküm Aksaqqal. Allah mübarək eləsin. Xoşbəxt olsunlar. Yaxşı. Yaxşı. Aksaqqal, qabaq kətlərdə avtolavka olurdu, onları oxşuyursan. Avtolavka olur deyə qabaq kətlərdə hər şey satırdı maşın. Onları oxşuyursan. Bu nə lijim, bu nə vitfason, nə bu gündə sən. Hacan. Ne olur benim rejimime? Ne olur benim giyimime ne olur he? Ben ottum fikirleştim, söylememişten qabaq. Ottum durdum. Dedim. Kaçat eləyirsən, nə olub ottum? Dedim ki, benim toy elədiyim Şadlıq Sarayının qapısını niye şəvəslər açmalıdır? Peki kime külə Yola açmalı? saldım, pencerini aldım, özüm, ona ben niye lişli pul vermeliyim he? Ben niye israfçılık eləmeliyim? Düzdür mü? Ona göre onu yola saldım, pencerini almışım, kulaklarım için kapını özüm açıram, bağlayıram. Şimdi bu levti soruşarsan. Ben belə qudurmuşam ki, 500 manat verim o arabada gəlsin uşaqların o zaksı eləsin. Özüm qəşəng lentlə tapdım. Uşaqların nikahını da elədim, zaksını da elədim. Deyir, ata eləyən zaksı ömrü uzun olur. Başlaşırsan mı? Eşitməmişdim ama. Fotoğrafı da qovdum. Qovdum. Evdə bir köydə fotoaparatım vardı. Hem de 500 manat pul kazandıram. İsrafçılık eləmək olmaz. Parkovskada dedim, cəhənnəm ol, rədd ol. Cezlini de aldım, maşınları özüm. Sen kimsen ha deyirəm, ben kulaklarımı maşında park edirsən. Oradan da kazanırsın. Kazanmayayım, yani kim ne verir, Allah bereket versin. Neyse, ben bu toyun yiyəsiyəm. Başa düşdün mü? Uklatkanı da özün eləmişsən, evdə heç parıqmaqla getmir. Yok, üsbət eləmədim uklatka eləməyə. Baş qarışıqdır, ben bunları kim görərdi, bu işleri kim görərdi? Cemaat, olandan kopandan yiyin, afisantımız da 2 neferdi, çattırmırlar. Yemeğe hesat yok da ne yesinler? Hövsələriniz olsun, səbriniz olsun, ben sizin toylarda böyle oyunlar çıkartmıram. Xahiş eləyirəm, özünüzü farağa taparın. Yemek yok değil, ne yesinler? Niye yok da, 5 kilo kabak vermişəm bu stola. Bəs də, lülə, sonra badımcan, pomidor, kartof, bir de özündən alma kebabı icad edilmişək. 5 növ kebab budur. Kebap deyil. Mangalın üstünde pişirdi ama. O gözün üstünde pişen her şeye kebap deyirlər də. Gözünə girməsin, 3 kilo balık vermişəm stola. 3 növ balıq? 3 növ balık. Kirkədir, vobladır, şamaykadır, bu balıqdır. Yox, krokodildir. Balık deyil, nədir bəs? Adı balıqdır, özü. Bu yesinlərdən, əziz qonaqlar, mənim qonaqlarım, qohum əqrəbə, yamanlıq eləyin, çörək çoxdur stolun üstündə, zabot çörəyi, dərdəgül çörəyi, ləzgü çörəyi, təndir çörəyi, lavaş da var, sonra bayırda toz çörəyi var, suxarı da qoymuşam. Yavaş-yavaş Yaxşı, biri o suxarını yedi, getdi, çeçədi, qaldı boğazında. Bu sudan, soqdan zaten nə içməlidir? Adam kimi yesin. Çeynəsin. Mən nə ayırım? Cəmaata atmış atam mən. Başqaraq deyil bu nə? Odur ki, su koymuşam. Şadlıq Sarayı'nın o başından bu başına.
Birini ora, birini bura dispenserdə, istisida gəlir, soyuq suda, qırağında çay paketləri də var. Kim istər çay içər, kim istər su içər. Çoxdan cəmaatın qarnıq işləmə düşər. Valla belə toy olmur. O olur, sən ged öz işinə qarşı, sən toyunu apara, sən mənim toyuma gəli eləmə. Ged ondan sizə bayırda, fayədə aşıq ədalət gəlib, gözləyir. Birazdan onu dəvət elə. Ona dedən orada nə yedi, onun pulundan çıxacam, ha. Az yesin. Get, mən deyəndə çağırarsan. Mən qışqıranda çağırarsan, eşitdinmi? Verməsə heç Belə çalmayın. toylanmaz, belə toylanmaz. Bir biabırçılıq olar. Nətərdir? Şəkil, saat. İki qızı. Birdən yanındakı da düşdü. Pul verən də ölü. Yaş. Onda bir yaşın. Çəkirəm. Çəkdim. Neçə dənə? 5 manat daha çəkir. Sivetinoy 5 manatdır. Siz də çəkim. Qucaqla da nə? Yanındakını. Arvadın da ölü. Yaş. İndi mehriban qalaq, hamımız mehriban qalaq. Hamımızı birdən çəkirəm. Çəkdim. Nədir, nətər baxarsan şəkilə? Telefonunu çəkərsən, böyüdərsən, görərsən özünü, taparsan özünü. Bax, onu da mən eləyəmədim. Deməliyim. Nə olub? Əməl başlı orkestr gəlib mənim toyuma. Mən bu qardaşı çağırmışam. Siz də üzünün həyatsızlığına basıb bunun dalıca düşüb gəlibsiniz. Bu sintezatorda bütün musiqi alətinin səsini çıxardır da, mən niyə zivlə salırsınız? Niyə israfçılıq eləməliyəm mən? Xahiş edirəm sizdən, durun basın bayra. O kimdir? O qalsın. O səs rejissoru. Kino çəkirik da. Nə deyirsən? Sənə getdisəm inciyərsən, dur bas bayra. Niyə, saçından, saqqalından tutan, adama get deyəndə gedər. Sən nədir, klarnetlə oynayırsan? Sən o klarnet götür, klarneti də gedirsən. Götürmədin klarneti. Yeri. Nə də? Xalam qızıdır. Biləndə hamının qulağı vardır. Siz yola verin toyum. Deməli, cəmaat nətər eləyəcək? Toyumuz, mən qeyri-adi bir toy eləyirəm da. İndi bax, bugünkü gün mənim üçün ən xoşbəxt gündür. Deməli, oğlumun hərsi də, nişanı da, elçiliyi də, toy da, hamısı bugündür. Elə qız toyu da bugündür. Qurban bayramı da bugündür. Ona görə stola qoyun əti qoymuram ki, qurban əti qoymuram ki, günahdır da, birdən kimsə gizlin araq gətirər, yemək olmaz da, günaha batmaq istəmirəm. Ona görə olandan qopandan yeyin. Deməli, bir sürprizim də var. Bugün Bəyoğlanın həm də ad gününü də bugünə salmışam. Sonra o vaxt uşağı sünnət elədim, toy eləyəmədim. Zad oldu. Babası rəhmətə getdi o yüzden. Onu da arzudan, atalarının arzusudur uşağın. Kiçik toyunda eləsin. Onu da bugünə salmışam. Sonra canım sizə desin, menümüz da var. Menümüz sizi fikirləşib, təşkil eləmişəm menunu da. Menü yaşıl menudur. Deməli, stolun üstündə nə var? Kutab var. Sonra ıspanak qovurması var. Sonra kətə var. Sonra dövğa var. Sonra axırda da akroşka olacaq. Şüyütlü plov da var, səbzi plov da var, amma əhtsizdir. Nədir, ağız burunuzu yersiniz? Mən sizi fikirləşmişəm. Canımın üçün mən sizi fikirləşmişəm. Cəmaatın yarısı şəkər, yarısı da təzyiqdən əziyyət çəkir. Nə, istəyirdiniz ki, 10 kiloluq o quzu ətinin kebabını, sonra dana ətinin boz pörtünü zadını, haşlamasını yığardım stola, öldürərdim, qırardım sizi. Yox, məni elə günaha batırmayın, xahiş edirəm. Məni günaha batırmayın, nə var olandan yeyin, için, geveliyin. Bir də bir söz demək istəyirəm. Cəmaat, siz mənə deyin görüm, kimi toya çağıranda sevinir?
Elə bir qurbağa gölünə daş atdılar. Və kimə dəvətnamə verəndə deyir ki, böyük məmnuniyyətlə o toyda iştirak eləyəcəm. Bir alqış nazarla bildirin. Yalansa. Və kimə dəvətnamə verəndə deyir ki, mütləq o toyda olacam, amma dəvətnamə verən çıxıb gedəndən sonra deyir ki, Köpoğlu'nun gədəsi nəslində daha adam qoymayıb mən toyacaq. Hamımız o gün deyil. Və kim istəyir ki, toyda Aygün Kazımov olsun? Və kim mənim toyuma 1000 manat pul yazdıracaq? Küyə düşməz, sənin cibində sıçanlar oynayır. Bax, görürsünüz, Aygün Kazımovanı hamı istəyir, düzdür mü? Aygünə bir 10.000 verməliyəm ya, yox. Ona